Bu hipnozla hətta arıqlamaq olur deyirsiniz. Bəli, mümkündür. Əgər ki bir insanda tibbi, bioloji və fizioloji olaraq, yəni tibbin müdaxilə etdiyi bir şeylərə hipnoza müdaxilə edilməməlidir protokol olaraq. Yəni kəsik varsa və sair varsa, ağrını azaltmaq mümkündür. Buna dair çoxlu məqalələr var. Ağrını azaltmaq, ağrısızlaşmaq mümkün, amma müdaxilə edilməməlidir. Əgər ki arıqlamanın və ya da kökəlmənin kök səbəbi psixolojidirsə, psixosomatikdirsə, müdaxilə etmək mümkündür. Yəni vərdişimizi dəyişirsiniz. Burada vərdiş deyil də, baxın, yemək yeyərkən deyək ki, A bir restoran nümunə verək, biri deyək ki, Nərimanovdadır, biri də deyək məsələn Gənclikdədir. İnsanlar həmin bir qrup insan Nərimanovu çox sevirlər. Əslində orada yediyi yemək deyil də, yeməyi yeyərkən hiss etdiyi duyğuları çox sevirlər. Əslində orada basdırdığı, yaşamaq istədiyi duyğular hansılarsa onu yeməyə çalışırlar. Yəni emosional azlıq dediyimiz prosedur budur. Yəni insan orada yaşamaq istədiyi duyğunu yeyir və yaxud da ki üzə çıxan duyğunu yeyərək basdırır. Şəkər yeyir məsələn. O demək deyil hər şirniyyat yeyən qayğı axtarır, sevgi axtarır. Məsəl üçün orada ifraz olunan dopaminlə və yaxud da ki oksitosin hormonu ilə birlikdə o öz dəyərini artırmağa çalışır. Və kökəlmənin başqa bir psixoloji səbəbləri də var. Bu hələ mənim araşdırma mərhələmdədir. Pasientlərin üzərində bir suallar verəcək, eksperiment apardıqca görürəm. Bədən dili ilə analiz eləsək, insan elə fitnessdən nümunə verək. Fitnessə gələn insan arıqdır deyək ki, bir kişidən nümunə verək. Arıqdır və özgüvəni yoxdur. Onun bədəni inkişaf elədikcə, əzələləri gücləndikcə, böyüdükcə özgüvəni, danışığı, duruşu, hər şey dəyişir tamamilə, düzdürmü? Şəxsi məkan genişləndi. Şəxsi məkan genişləndikcə insan güclənir. Adicə məsələn, bu tıxaclarda davaların səbəbi əslində maşına toxunduğu üçün deyil. Maşına toxunmur, amma aqressiya yaranır. Niyə? Toxunduğum andan etibarən mənim şəxsi məkanımdadır. Şəxsi məkandan müdaxilə olduğu üçün dalaşır. Gəlin qaynana mübahisələrinin səbəbi də əslində burdan qaynaqlanır şəxsi zona. Nəyə gətirirəm? Uşaqlıqdan çox özgüvənsiz, xəyalları, arzuları, səsi çox bastırılmış insanlar böyüdükcə şəxsi zonasını genişləndirməyə ehtiyac duyur. Axı onların şəxsi zonasına, təfəkkürünə çox müdaxilə olunub. Bu insanların təfəkkürünə müdaxilə olunduğu üçün azad təfəkkür formalaşmır tam olaraq. Formalaşmadığı üçün bədən deyir axı, beyin də ki, necə yəni sənin özgüvənin olmalıdır. Sən inkişaf eləməlisən. Bu səbəbdən də o onun fiziki görkəminə vurur. Yəni mən güclü olduqca, böyüdükcə kimsə məni əzə bilməz. Çox maraqlıdır əslində. Bu təfəkkür xətası adlanır. Bu təfəkkür xətasını aradan qaldırdığımız zaman arıqlama da başlayır. Təbii ki, burada sırf hipnozla işləmirik. Ona tapşırıqlar veririk, CBT ilə izləyirik hamısını ki, yəni, hansı davranış hansı nəticəni verdi bizə. Yəni mütləq şəkildə həmin pasiyent izlənilməlidir.